Həyatımızın müxtəlif dönəmlərində qarşılaşdığımız çətinliklər bəzən bizi yorur, iradəmizi aşağı salır və ümumiyyətlə motivasiyamızı yerlə bir eləyir. Amma unutmaq lazım deyil ki, uğura gedən yolda qarşılaşdığımız çətinliklər əslində bizi gücləndirməlidir. Yəni biz işimiz üçün istənilən yerdə motivasiya əldə edə bilərik. Bu gün MAQ-da ümumiyyətlə gənclərin motivasiyasından danışacağıq. Bəli dostlar, qonağım klinik psixoloq Mədinə Rəsulzadədir. Mədinə xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm Rauf, minnətdaram dəvət üçün. Biz bu gün Azərbaycan gənclərinin 90%-nin mən deyərdim ki, problemlərin arasında yer alan motivasiya və ümumiyyətlə iradə, eyni zamanda monotonluqdan danışacağıq. Həyatımızda monoton olduğumuz anlar və motivasiyadan düşdüyümüz anlar olur. Ümumiyyətlə hər zaman motivasiyalı olmaq olurmu, yoxsa bu bir dalğavari prosesdirmi Hı məndə? -hı. Əslində dalğaları prosesdir, amma motivasiyanın heç olmaması təbii deyil. Aha. Çünki bir insan əgər öz hədəfini görürsə, hədəfini tam bilirsə, bəlirləyə bilibsə ki, mənim hədəfim nədir, ora hər zaman motivasiya var, amma dalğavari ola bilər. Ümumiyyətlə motivasiyanın heç olmaması isə həmin hədəfi görməməklə əlaqədardır. Məsələn, bir danışan gəlir, deyirəm ki, problem nədir? Bir motivasiya problemi var, motivasiya ola bilmirəm. İşlərimi yarımçıq qoyuram, planlarımı yarımçıq qoyuram. Soruşuram ki, kim olmaq istəyirsən, məqsədin nədir? Deyir, universitetə hazırlaşıram, cərrah olmaq istəyirəm, amma davamlılığım yoxdur. Deyirəm, niyə cərrah olmaq istəyirsən? Deyirlər ki, bax burada bitmişdir. Deyirlər ki, sözü varsa, deməli özü motivasiya ola bilmir ona. Kimsə deyib ki, sən cərrah olsan yaxşı olar, cərrahiyyədə yaxşı qazanc var və s. və özünün, yəni emosional zəkasının, duyğu radarına düşməyib həmin o istək, məqsəd, hədəf. Və belə olanda soruşuram. Deyirəm, uşaqlıqdan bəri hansı fəaliyyətlərlə məşğul olanda özünü yaxşı hiss edirdin? Deyir, kompüterlə vaxt keçirəndə çox yaxşı hiss edirəm özümü. Və əslində mən proqramist olmaq istəmişəm həmişə. Baxın ortaya çıxır. Yəni uşaqlıqdan bəri bir insan hansı sahədə daha çox maraq göstərirsə, hansı sahədə daha çox həyəcanlanırsa, o sahəyə uyğun hədəflər qoymalıdır özünə ki, motivasiyası olsun. Əgər seçdiyi hədəfdə onun heç bir necə deyim, emosional zəka ilə və yaxud da duyğuları ilə əlaqəsi yoxdursa, sadəcə kimsə deyib, kimsə təklif edib, kimsə tərifləyib ki, bu sahə yaxşıdır, bu hədəf yaxşıdır, bu yolla get. Və bunu dinləyib gedirsə, orada motivasiya düşə bilər yəni. Baxın, biz bəzən həyatımızı monoton yaşayırıq. Məsələn, işdə oluruq və yaxud digər fəaliyyətlərlə məşğul oluruq. Bu monotonluğumuzu aradan qaldırmaq üçün öz vərdişlərimizdə mi dəyişiklik etməliyik, yoxsa nələr etməliyik ki, biz bu monotonluğu qıra bilək? Vərdişlər dəyişilməlidir və Aha. vərdişin dəyişilməsi üçün öncə mühit dəyişilməlidir. Mhm. Yəni bir insan əgər belə deyək də bütün gününü telefonda məsələn hansısa sosial şəbəkə fenomenlərini izləyərək keçirirsə və yaxud da yəni televiziya kanallarında hansısa verilişlərdə daha çox zaman keçirirsə və onlar ona heç nə vermirsə və bitki kimi yaşamağı seçməməlidir. Nə etməlidir? Daha çox sosial ortamlarda olmalıdır. Onun maraqlarına uyğun insanlarla belə deyək də əlaqədə olmalıdır. Amma belə bir şey də var ki, əgər bir insanın kəşfiyyəti sosial fenomenlərlə doludursa, TikTok fenomenləri ilə doludursa, bu insan tək başına tutaq ki, Hans Zimmerin konsertinə bilet alıb getməyəcək, bundan zövq almayacaq. Çünki dəyişim uşaqlıqdan başlayır. Amma mühiti dəyişmək insanda zaman-zaman xarakterə təsir edə bilər, vərdişlərini dəyişə bilər. Neyrobioloqlar buna 45 gün deyir, neyrolingvistiklər buna 21 gün deyir, amma zaman-zaman özünü introvertdirsə, özü ilə tək qalaraq daha çox özü ilə sosiallaşmalıdır belə deyim. Ekstravertdirsə insanların arasında daha çox mühitlərini dəyişməlidir. Həftədə bir dəfə fərqli, hər zaman olduğu yerlərdən fərqli ortamlara girməlidir. Çünki beyin komfort zonanı tərk eləmədikdə çürüyür və biz eyni monoton həyatı yaşayanda forebrain dediyimiz frontal korteks sanki geriləmə baş verir orada. Və bu rutinləşdikcə insanın həyatı monotonlaşır. Və monotonlaşdıqca beyin həyatdaykən yəni çürüməyə başlayır. Aha. Baxın, onda biz vərdişlərimizi dəyişməliyiksə,
belə bir sual da yaranır bizdə. Tutalım ki, 9-6 iş rejimində işləyən bir insan və bu hər gün o anı və ya o işi yaşamağa məcburdur deyərdim. Yəni bu adam səhər işdə evdən çıxır, işə gedir, 8 saat, 9 saat işdə qalır, yenidən qayıdır yorğun-arğın evə. Bəs bu insanın daxili ümumiyyətlə motivasiyası nə olmalıdır və daxili enerjisini necə bərpa etməlidir? Çünki bilirsiniz, hər gün eyni həyatı yaşamaq da bəzən axı insanları yorur. Enerji itmir. Aha. Enerji itsə biz olmarıq. Yəni enerji azalır və də Hı çoxalır. hı. Bir insan 10 saat bir sevdiyi işdə çalışırsa enerjisi artır. Hı. Bir insan 5 saat sevmədiyi işlə məşğulsa enerjisi azalır. Hı hı. Yəni gördüyün işi nə qədər sevdiyinlə əlaqəli bir şeydir bu. Hı hı. Aaa, yəni adicə depressiyada çox yatan insanlar yatır, enerji bərpa olunmalı da normalda. Qalxır amma yorğun hiss edir özünü. Hı hı. Çünki həyatla bir bağı yoxdur, qopub, artıq motivasiyası yoxdur. İş də belədir, yəni işimizi nə qədər sevdiyimizlə əlaqəlidir. Mədə xanım, bilirsiniz, ümumiyyətlə insanlardan bəzən tələb olunan bu olur ki, sən həmişə hər şeyə pozitiv ol da, hər şeydə pozitiv qərarlar ver və özünü həmişə müsbətə köklə, mənfiləri aradan qaldır. Bilirsiniz, bu mənfilər bizim həyatımızda da axı, yəni bəzən biz nə qədər də bir məsəl də var, deyirlər ki, yaxşı de ki, yaxşı olsun, yaxşı düşün ki, yaxşı olsun. Bu nə qədər doğrudur? Məsələn, mənim həyatımda bəzi problemlər var. Bunlar mənim işimə, həyatıma, şəxsi həyatıma, qərarlarıma təsir eləyir. Mən bunlarla mübarizə aparmalıyam, yoxsa onlarla qəbullanmalıyam bir növ? Mənfiləri, yəni qəbullanmalıyam, mübarizə Təbii. aparmalıyam. Yəni mənfi əgər mənə diskomfort hiss etdirəcəksə, qəbullanmalı deyiləm. Hı. Yəni əsasən gördüyüm işlər həqiqətən ona marağım varsa və məni həyəcanlandırırsa, mənim duyğu radarıma düşübsə, mən o yolu getməliyəm. Hı hı. Yox əgər irəliləmirsə, mənə pis təsir edirsə, tutaq ki, məsələn, işlədiyim işi sevmirəmsə, sual yaranır ki, mən necə elm işimi sevim? Sevə bilmərsən, çünki yəni motivasiyan yoxdur. O işlə sənin heç bir potensialınla əlaqəsi yoxdur o işin, Hı yəni. hı. Və bunun sadəcə bir yolu var, işini tərk eləməlisən. Əgər işində motivasiya ola bilmirsənsə, işini sevmirsənsə, o işi tərk eləməlisən, çıxmalısan. Və bu da komfort zonu ilə əlaqəlidir. İnsanlar elə bilir ki, işdən çıxsa həyatı alt-üst olacaq, amma bir söz var ya, deyir, bilmir ki, altı üstündən daha yaxşı ola bilər. Hı hı. Və özünü yenidən yaratmaq heç bir zaman gec deyil. Hər zaman insan gərək içinə dönsün, içində axtarsın özünü. Biz kənarda axtarırıq. İnsanlar daha çox hansı işlərə meyllidir? Məsələn, bir gənc düşünün, açır telefonu, fenomenlərə baxır. Hı hı. Yəni TikTok fenomenlərinə, Instagram fenomenlərinə baxır ki, adam 2 dənə cümlə deyir və məşhur olur. Adam nə bilim hansısa necə deyim, hərəkətlər eləyir, üzr istəyirəm, meymunluq eləyir Hı hı. və çoxlu hədiyyələr gəlir ona, pul qazanır. İndi mənim TikTokum yoxdur, amma eşitdiyimə görə, yəni belə bir mexanizması var TikTokun və deyir ki, mən niyə kitab oxumalıyam? Mən niyə çevrəmə gedib oturub nəylərisə müzakirə edib söhbət etməliyəm? Niyə öyrənməliyəm? Hazır pul gəlir də burdan. Hı hı. Mən də onlar kimi olum. Və yaxud da ki, motivasiyası düşür. Adamlar heç nə etmədən pul qazanır, amma mən hələ filan yaşımdayam, hələ çalışıram, hələ imtahan verməliyəm. Motivasiyası düşür. Yəni müqayisə etməməlidir özünü bu tip insanlarla. Çünki belə bir şey də var ki, əgər bir insan öz yolunu gedirsə və bu həm mənəvi, həm əmək sərf etdiyi bir yoldursa, yəni bu çox dəyərli bir yoldur. Heç bir həmin o sosial fenomenlər, heç birinin gördüyü iş bu qədər dəyərli və ülvi hisslərlə oluna bilməz. Yəni bunun fərqində olmalıdır ki, əslində onun getdiyi yolunu təkamül etdirir. Əmək verdiyi və həqiqətən sevdiyi yoldursa, sevdiyi, motivasiya olacağı bir hədəf qoyubsa önünə və hədəfini görə bilirsə, o yolda enerji itmir. Enerji dalğavari olur. Azalır, çoxalır bəzən, amma itmir heç bir zaman. Çox maraqlı bir məqama toxundunuz ki, komfort zonadan çıxmaq. Biz komfort zonamızdan çıxanda müəyyən riskləri özümüzdən almalıyıq. 9-6 iş rejimində işləyən bir nəfərin timsalında göstərsək biz bunu. Adam maaşından, gündəlik həyatından, yəni o işdən imtina eləyir və öz işini qurmaq istəyir. Burada psixoloji vəziyyət 100% ki dəyişir. Biz onu necə idarə etməliyik? Məsələn, mən komfort zonamdan çıxdım və risk alıb bir iş görməyə başladım. Burada məncə elə ən birinci o psixoloji sağlamlıq lazımdır. Bax onu necə idarə etmək lazımdır? Yəni birinci
qəbul etməlidir. Özündən mükəmməlliyətçilik gözləməməlidir. Yəni mükəmməlliyətçilikdən çıxmalıdır. Çünki mükəmməlliyətçiliyi olanda beynində yaradır ki, olmaya bilər. Ümumiyyətlə insanın şuuraltısı, beyni belə işləyir. Əgər mən bir belə deyək, şirkət qurmaq istəyirəm, ya da bir gənc istəyir ki, bir restoran açsın özünə, artıq bunu olurmuş kimi düşünməlidir. Artıq açıb restoranı, bunu belə canlandırmalıdır. Məsələn, mən deyirəm ki, mən istəyirəm ki, restoran açım. Əgər bunu belə düşünürəmsə, beynimin bir küncündə müqavimət var. Yəni əslində olmama ehtimalı var, ona görə istəyərdim ki, olsun. Olurmuş kimi canlandırmaq lazımdır. Buna vizualizasiya deyirlər, afirmasiya deyirlər. Doğrudan da o yəni real bir şeydir. 100%. Yəni bunu öz həyatımda da görmüşəm, təcrübə etmişəm və danışanlarda da bunu feedback verən, geri dönüş edəndə mənə deyiblər ki, hə, çox effekt verən bir şeydir. 21 gün ərzində insan canlandırdığı şeyə zaman-zaman dönüşür. Yəni həyatlarda da baxsaq bu belədir. Məsələn, davamlı şəkildə negativ düşünən insan həyatını negativləri çəkir. Məsələn, elə insan var ki, namaz qılır, tutaq ki, və şükür hissi ilədir. Hər zaman şükür edir. Deyir ki, şükür ki, mənim evimdə suyum var, yeməyim var və s. və varlığın içində o varlığı hiss edir. Və ona görə bu davamlı şəkildə ona gəlir. Elə də insan var ki, namaz qılır və ancaq dua edir ki, nə olar, mənim necə deyim, maddi gəlirim yaxşı olsun, nə olardı belə olsaydı, elə olsaydı dua etməyə başlayır. Çünki içində inan var ki, olmayacaq, olmur, dirənci var özünün əslində. Canlandırma, yəni o vizualizasiyalar mütləq şəkildə olmalıdır. İnsan beyni, Rauf, baxın, düşünün, belə bir izah verəcəm. Təsəvvürün neyronlarımız bir əskərdə ordudur. Əlində silahla gözləyiblər və biz onlara nəyi əmr veririksə, nəyi düşünürüksə, onlar silahlarını alıb həmin o bizim istədiyimiz nədirsə ona doğru getməyə başlayırlar əldə etmək üçün. Məsələn, mən əgər düşünürəmsə ki, tutaq ki, bir gənc hansısa imtahan verəcək və düşünür ki, birdən kəsilərəm, qəbul olmaram, necə olacaq və s. Və beyin neyronlarına bu siqnalı göndərir ki, siz həyatımı elə ssenarilər qurun ki, həyatda mən qəbul olmayım, o imtahandan keçməyim. Və sən imtahana gedərkən yolda bir çuxur varsa, sırf sən o çuxura düşəcəksən, ayağın ilişib. Çünki sən beyin neyronlarına bu siqnalı ötürdün ki, mən inanmıram qəbul olacağıma, mən inanmıram yaxşı olacağına. Əgər sən universitetə ya da hər hansısa bir planın var, hədəfin var, ona hazırlaşırsan və düşünürsən ki, olacaq və bunu afirmasiya edirsən, canlandırırsansa, görürsənsə, həmin o orduya göndərirsən ki, siqnal, okey, hazır olun, bizi orada o həyat gözləyir və qabağına çıxan alternativlər sənin üçün o yolları açacaq. Elə yerdən, elə vəsilələrlə, elə vasitələrlə açılacaq ki, və sən bunu təcrübə edəndə kamilləşmə gedəcəksən də, özünə daha yaxın olacaqsan. Yəni zehninə və iç dünyana ki, hər şeyin sirri məndədir. Demək ki, düşüncələrini dəyiş, həyatını dəyişsin yanaşması buradan başlayır. Yəni özündəki düşüncələri dəyişməklə və inanclarını dəyişməklə. Yəni uğur qazanmaq üçün birinci biz özümüzü dəyişməliyik və öz düşüncələrimizi dəyişməliyik, belə düşünək, yoxsa? Uğur qazanmaq üçün özümüzü dəyişməli deyilik, özümüzə qayıtmalıyıq. Özümüzə qayıtmalıyıq. Zaten özümüz olmadığımız üçün uğur qazana bilmirik. Çünki insan təbii halında negativ deyil. İnsanın təbii halında olmazlar, müqavimətlər, negativlər yoxdur. İnsanın təbii halında heç xəstəlik belə yoxdur. Hamısını biz sonradan bizə yapışdırılan etiketlərlə həyatımıza çəkirik. Məsələn, tutaq ki, mən olduğum kimi xarakterim ekstravertəm də, indi mən belə deyim. Amma mən daim utandırılmışamsa, ayıbların, tabuların içində böyümüşəmsə, mən toksik bir introvert olacağam. Yəni istəmədən içimə qapanacağam. Və bu mənim təbii halım deyil. Və içimə qapandığım üçün istədiyim ixtisas əgər mənim idmançı olmaqdırsa, hiperaktivəm, ekstravertəm və mən müəllimə olmağı seçə bilərəm. Onda biz belə deyim də, o qəlibə özümüzü salırıq. Yəni əslində biz o deyilik. Amma biz elə görünürük. Ətraf da bizi salır və yaxud da öz düşüncələr bizi onda ora aparır da, belə deyə bilərik. Məndə xanım, çox sağ olun gəldiyiniz üçün. Sizə işlərinizdə uğurlar arzu edirik. Düşünürəm ki, bir faydalı müzakirə oldu. İndi onu bizim izləyicilərimiz bizə yazıb bildirəcəklər. Bir daha işlərinizə uğurlar istəyirik sizə. Sağ olun dəvət üçün.
Bəli dostlar, studiyamızın qonağı Nurandır. Nuran, xoş gəlmisiniz Xoş gördük, studiyamıza. hər kəsə salamlar, hər kəs xoş gördük. Çox enerjili, necə deyərlər, dinamik bir efirə başladıq Bəli, sizin bəli, bəli. gözəl Çox ifanızdan. sağ olun. Nuran, bizim bugünkü verilişimiz motivasiyadır, ümumiyyətlə iradədir, ruh düşkünlüyüdür ki, bugünkü gənclərin bəzən belə deyim də, ümumi problemləri də bu olur ki, onlar müxtəlif işə başlayanda onların motivasiyası olmur. Bizə maraqlıdır ki, bu məncə sizin sahədə daha çox lazımdır ki, çünki sizin Bəli. motivasiyanız yoxsa siz o işi görə bilmirsiniz. Nuran nədən motivasiya alır ümumiyyətlə ifaları ərsəyə gətirən zaman? Mən ən birinci alıram günəşdən. Aha. Doğrudan. İsti olanda mən çox gözəl enerji gəlir, çox işləməyə həvəs gəlir və fikirləşirəm ki, əsas motivasiya fərqi yoxdur. Yəni bu maddiyyat da ola bilər, mənəvi də ola bilər. Məndə belədir ki, mən günəşdən alıram. Məsələn, günəş olanda mən işləmək istəyirəm, daha özümü yaxşı hiss edirəm və fikirləşirəm ki, əsasən uğursuzluq yaşayan gənclərlə bağlı bir şey Aha. demək istəyirəm ki, məsələn, əgər 3 cəhddən sonra sən nəticə almırsansa, bu deməli sənin arzuladığın istək və arzu, mən düşünürəm ki, hələ də bu özünü tapmamısan, yəni. Mən məsələn özümdən misal çəkə bilərəm ki, 6 cəhddən sonra məndə hər hansısa bir mahnılarda, yəni istədiyim Müəyyən geri period dönüşləri keçir də. aldım. Yəni ona görə də mən fikirləşirəm ki, 1, 2, 3, 4, əgər sən 10 da cəhd edirsənsə, deməli bu sənin doğrudan real arzundur. Yəni biz onda belə başa düşdüm ki, Biraz sualları qarışdırdım, üzr istəyirəm. yox, əslində yox, yaxşı bir cavab idi bu. Yəni bizim ruh düşkünlüyümüz bəzən niyə yaranır? Biz bir işə başlayırıq və biraz keçir, uğurlu olmayanda o işi saxlayırıq. Başqa bir işə başlayırıq. Əslində biz heç harda belə olanda uğurlu olmuruq. Yəni demək istədiyiniz odur ki, nə qədər cəhd eləsək, sevgi ilə yanaşsaq, onsuz da o alır. Məncə orada problem bilirsiniz nədir? Aha. Görmək istədiyimiz işin cəhd edirik ya, o işdədir problem. Bu iş doğrudanmı bizə görədir? Mən məsələn bu gün necə deyə bilərəm ki, mən pilot olmaq istəyirəm. Aha. Amma arzumdur məsələn, olmaq istəyərdim. Amma mən o bilirəm ki, o mənlik deyil. Burada da əsas problem odur ki, bəzən mən sizə baxıram, deyirəm ki, ay da nə qəşəng aparıcı, mən aparıcı olmaq istəyirəm. Gedirəm, burada mənim illərim gedir. Mən birinci özümlə bir güzgüyə baxmalıyam ki, deməliyəm ki, doğrudan aparıcı mən olmaq istəyirəmmi, yoxsa bu sadəcə bir məni işıqlar alladır, çəkiliş alladır, komanda alladır. Yəni o biraz şeydir. İnsanlar bəzən haqqıya düşür, qərarlarında yanlış olurlar və uğursuzluq olanda fikirləşirlər ki, məndə alınmadı. Məncə o alınmama səbəbi əslində istədiklərinin doğrusu olmadıqları üçündür yəni. Bəs siz necə kəşf elədiniz özünüzdə bu işi? Ümumiyyətlə uşaqlıqdan bir arzunuz var idimi, yoxsa burada da bir ilham mənbəyiniz var idi? Yox, mən həmişə arzum olub. Sadəcə mən daha biraz şey düşünmüşəm. Yəni bir var işini, mətbəxini öyrənmək, bir də var ki, elə başlı başına gedib işə daxil olandan sonra öyrənmək. Mən fotoqraf olaraq, videoqraf olaraq televiziyada çalışdım, assistent olaraq çalışdım. Bir çox məşhur ulduzların yanında və təbii ki, mən indi öz komandamın da təbii burada indi gücü var, amma bəzən elə xırda detallar olur ki, mən onu bildiyim üçün bu mənə çox plus yaradır. Məsələn, bir aparıcı olmaq istəyən, indi siz burdasınız deyə bilirəm tez-tez. Aparıcı olmaq istəyən məncə birinci assistentlikdən başlamalıdır ki, Təbii, təbii. bir aparıcını kənardan analiz edə bilsin ki, bu nə istəyir, nə istəyə bilər. Amma birdən-birə gəlib səninlə yan-yana oturmaq bu düzgün deyil. Məsələn. Yəni hər işin bir özəyindən başlamaq Məncə hər lazımdır işin təbii ki. o deyirlər ustanın şagirdi olmalı. Məncə birinci şagirddən də aşağı. Mən bildiyimə görə bəzi restoranlar var ki, orada məsələn barista çalışmaq üçün Azərbaycanda da belədir. Orada ilk öncə başlayırsan sən ora təmizləməklə. Aha. Ki sən bunu da keçəsən, səhəri bir günü bəzən olur ki, vəzifəsi olan insanlar aşağılayır Təbii, özündən təbii. aşağını. Amma o onu yaşasa bəlkə də onu eləməyəcək. Çox gözəl qayda qanun Yəni əslində bu. təcrübədir də bir növ. Bu Bəli, adam da o təcrübədir. təcrübəni keçir ki, gələcəkdə. Bir də bilirsiniz, mən bir mövzuda oxumaq Hı hı. istəyirəm. Bizim həmişə danışdığımız bir mövzu var da ki, Azərbaycanın trendində bayağı musiqilər çox olur. Hı hı. Düzdür, bu reallıqdır. Amma keyfiyyətli musiqi məncə gec-tez dəyərini alır. Məsələn, Bəli. biz trendlərdə keyfiyyətli musiqini də görürük də. Bu kəmiyyət və keyfiyyət balansını necə qoruyursunuz Nuran? Mən deyim ki, bu adi bir misal çəkim, loru dildə lap deyim. Marketdə də bahalı məhsul var, ucuz məhsul Aha. var. Hər şey seçicidən asılıdır. Yəni mən müştəriyəmsə, onu seçirəmsə, bu artıq müştərinin günahıdır. Mən sizə deyə bilmərəm ki, bayağı musiqi oxuma. Yəni bu mənim həddimə deyil və necə deyirlər, hərə öz qazancı üçün nələrsə eləmək istəyir. Amma sizi cəmiyyət dışlasa, cəmiyyət sizə desə ki, sizin yaratdığınız musiqi bizim gənclərimizi korlayır, qulağımızı korlayır, siz utanıb bəlkə də sahəni daha keyfiyyətli iş görərsiniz. Məncə burada heç bir müğənninin günahı Burada yoxdur. məncə əsas günah sizdə dinləyicidə olur. Dinləyicidə, yəni dinləyici əgər çoxdursa, yəni bu kütləni sən qarşısına ala bilmərsən. Yəni birbaşa mən sizə deyirəmsə, mən o kütləni əslində dışlamış oluram. Ona görə də mən düşünürəm ki,
onlara baxmasaq azalar, amma biz onlara danışdıqca, daha dedikcə, öz işimizi dedikcə ki, trenddə ondan bu da bu var, məncə bu irəliləyiş olmayacaq. Maraqlı təqdimatınız var, ümumiyyətlə maraqlı ifa tərziniz var və bu da bizim dinləyicilərimiz tərəfindən, biz tərəfindən sevilir. Sizə işlərinizdə uğurlar arzu Çox edirik. təşəkkür edirəm. Daha Eynən. böyük səhnələrdə, daha geniş kütlələrə xitab etməyinizi Çox ümid sağ olun. edirik. Mən nə qədər böyüsəm də fikirləşirəm ki, mən həmişə maqda olacağam yəni. Çox sağ olun, Çox sağ olun, minnətdarıq təşəkkür sizdən, edirəm. var olasınız. Bəli dostlar, beləcə bir buraxılışın da sonuna gəldik. Maqda başqa hansı mövzuların müzakirə olunmağını istəyirsinizsə, bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın. Xudahafiz.